Kürdəmir rayonunda toyda mübahisə cinayətlə nəticələnib, hadisə Kürdəmir şəhərində yerləşən Muradxan Şadlıq Sarayının foyesində baş verib. 2000-ci il təvəllüdlü Cabbar Şadlıq Sarayında ictimai qaydanı kobud surətdə pozub və Sabirlə mübahisə edib. O Sabirin baş nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən vurub, ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, qonşusu Elşənin bacısının Kürdəmir rayonunun ərazisində yerləşən Muradxan Şadlıq Sarayında toy mərasimi keçirilib. Gəlinin qardaşı ilə dost olduğuma görə toya dəvət edildim və toya gələn digər qonaqlar kimi çörək yeyib spirtli içki qəbul etdim. Toyda Sabir tərəfindən mənə 4-5 dəfə qaraçılıq salmamam barədə xəbərdarlıq edilməyib. Ola bilsin ki, o məni kiminləsə qarışıq salıb deyə o ifadəsində göstərib. Təqsirlənən şəxsin sözlərinə görə Şadlıq Sarayının foyesinin içəri girəndə cavan bir oğlan ailəsi ilə söhbət edib və bundan başqa orada hamı içkili olub. Söymüş olsaydım, elə həmin şəxslər mənə reaksiya verərdilər. Saat 22 radələrində saraydan eyvana əmim oğlu Elnurla birlikdə çıxdım. Elnurla söhbət edərkən adını sonradan bildiyim Sabir Əli ilə məni yanına çağırdı. Mən də onun yanına getdim. Sabir mənə söymə dedi. Cavabımda əmim oğlu ilə içəri girdiyimi və söymədiyimi bildirdim. Sabir mənə söyərək hər iki əli ilə çənə və boyun nahiyəmə vurdu. Sabirin hərəkəti heç də onun yaşına uyğun olmadı. Çünki böyük cavanın halına görüb yola verməli idi. Refleks olaraq Sabirə 2-3 zərbə indirdim. Zərbələrdən biri xatırladığım qədər onun qaş nahiyəsinə dəydi. Ətrafda olan şəxslər və əmim oğlu Elnur bizi aralaşdırdı. Sonra Sabiri xəstəxanaya apardılar. Özüm isə evimə getdim deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, səhəri gün üzrxahlıq üçün Sabirin işlədiyi kafeyə gedib, qarşında yara binti olduğunu görüb. Sabirin gözünün rayonda Vidadi həkim müayinə edib və dərman töküb. Vidadi həkimin Sabirin gözünə dərman tökməsi evdə bu prosesin təkrarlayanda nümunə kimi video kameraya çəkilib və həmin çəkiliş atam ilə daima göstərilib. Video görüntünü onlara göstərməkdə məqsədi Sabirin həmin vaxt güya Bakı şəhərində əməliyyat olunmasını demək olub. Sabirin gözündən əvvəldən problem var idi deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Sabirin sözlərinə görə rayonda sakit biri kimi tanınıb, həmişə kasıblara əl tutan olub. Kürdəmir şəhəri Babək prospektində yerləşən Sabir kafesini işlədirəm. Məlum hadisə günü işçim Durna oğlu vəfadar üçün böyük toy etdi. Vəfadarın toy mərasimi Kürdəmir rayonunda yerləşən Muradxan Şadlıq Sarayında keçirildi. Özüm də dəvət olunduğum üçün həmin toyda iştirak etdim. Eyni zamanda toya nəzarət edən şəxs kimi təşkilatı işlərlə məşğul olmuşam. Toy məclisi saat 18:00-da başladı. Cabbarla ayrı-ayrı masalarda əyləşmişdik. Saat 19 radədə Cabbar səs-küy salmağa başladı. Buna görə də foyedən içəri girəndə ona öz iradımı bildirdim. Cabbarın səs-küyü ondan ibarət idi ki, masasında olan şəxslərlə mübahisə etmiş və söymüşdü. Saat 22 radələrində restoranın foyesində dayanıb siqaret çəkərkən Cabbar söyə-söyə o tərəf bu tərəfə keçdi. Ona oğlum yaşdasan, söymə deyə irad bildirdim. Buna baxmayaraq Cabbar söyməyə davam edərək yaxşı edirəm, söyürəm dedi. Mən də ona qələt edib söyürsən, sənin atan yaşındayam, utanmırsan dedim. Bu zaman Cabbar üstümə gəldi. Cabbar hər iki əlim
ilə itələdim. Həmin anda Cabbar bir neçə dəfə yumruqla üzümə və göz nahiyəmə vurdu. Cabbar mənim üstümə tək gəldi. Cabbarın yumruqlarının təsirindən sağ göz nahiyəm və əlimdə xəsarət aldım. Biz hadisə yerində olan 10-15 nəfər şəxs araladı. Buna baxmayaraq Cabbar məni yenə də vurmaq üçün cəhd göstərdi. Hadisə yerində olan vəfadarın qayını Elşən Cabbarı sakitləşdirdi. Özümü pis hiss etdiyimə görə foyedəki divanda oturdum. Daha sonra taksi ilə xəstəxanaya getdim və xəstəxanada ilkin tibbi yardım göstərildi deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, daha sonra göz həkiminin göstərişi ilə Bakı şəhərində yerləşən Zərifə Əliyev adına göz klinikasına gedib, orada gözü hadisə zamanı zədə aldığı üçün cərrahiyyə əməliyyatı həyata keçirilib. Lakin gözüm sağalmadı. Əksinə olaraq digər gözümə də təsir etdi. Onu da zəiflətdi. Buna görə yenidən cərrahiyyə əməliyyatı keçirildim və zədə aldığım gözümü amputasiya edərək çıxartdılar deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 126.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib və 4 il 6 ay azadlıqdan məhrum edilib.